Hər vaxtınız xeyir. Sadə ərzaqlarla hazırlanan, amma dadı sanki ən bahalı bir desert kimidir. İçliyi krem kimi yumuşaq, ləzzətli bir ev piroqu. Bir dəfə hazırlasanız, əmin olun ki, ən sevdiyiniz şirniyyata çevriləcək. İndi isə gəlin bu möhtəşəm piroqu birlikdə hazırlayaq. 300 qram unu qaba əlavə edirik. Üzərinə 1 ədəd yumurta və əvvəlcədən süzgəcdən keçirilmiş 100 qram kərə yağı, 1 paket qabartma tozu, videoda qeyd etməyi unutmuşam və 1 paket vanil, 100 qram şəkər tozu da əlavə edib əlimizlə ovunda halına gətirdik. Daha sonra əlimizin istiliyində tərkibindəki yağ əriməyə başlayacaq və tədricən xəmir artıq özünə gələcəkdir. Daha sonra üzərinə 2 yemək qaşığı xama 20%li əlavə edib yoğururuq. Sonda çox gözəl, ətri ilə sizi valeh edəcək, yumuşaq bir piroq xəmiri əldə edəcək. Beləliklə xəmirimizi yoğurduq, artıq hazırdır. İndi isə daha bir kiçik qaba alıram və üzərini streçlə örtüb soyuducuda 1 saat gözlədəcəyəm ki, xəmir dincəlib özünə gəlsin. Bu müddət ərzində piroqumuzun istilik hissəsini hazırlaya bilərik. 500 qram kəsmik, 2 ədəd yumurta, 1 paket vanil, 150 qram şəkər tozu və 1 xörək qaşığı qarğıdalı nişastası. Daha sonra 100 qram 20%li xama. Xanımlar, sonda limon və ya portağal suyu da istifadə etmək olar. Çox az miqdarda bu aroma üçün mən istifadə edirəm, amma məcburi deyil. Bütün ərzaqlarımızı əlavə etdikdən sonra mikserin köməkliyi ilə krem kimi qatı, hamar və çox gözəl ətri olan bir içlik əldə edirik. Xanımlar, piroqumuzu bişirmək üçün olan qabın şəklini mən burada göstərəcəyəm. Baxın, bundan istifadə edin. Onda mənə ölçüsü çox böyük olduğu üçün mən kiçik etdim, amma reseptdə də 500 qram kəsmik, 2 dənə kəsmikdən, yəni 250 qramlıq paçka ilə satılan kəsmik almağınızı nəzərə alın. Beləliklə xanımlar, əlimiz ilə xəmirimizi qabımıza yerləşdiririk. Qalınlığını çalışırıq ki, nazik olsun. Daha sonra isə içliyimizi əlavə edəcək. Ən sonda piroqumuzun üzərinə mövsümi meyvələrdən albalı, moruq və ya çiyələk. Bu üç meyvədən hər hansı birini yerləşdiririk. Yoxdursa onların mürəbbələrindən də istifadə etmək olar ki, mən bunu bu şəkildə etdim bu dəfə. Belə, amma deyə bilərəm ki, buradakı meyvələr ən önəmli, burada dad verən ünsürlərdən biridir. Ona görə də mütləq bu meyvələrdən birindən istifadə edin həmişə bu piroqu hazırlayan zaman. Öncədən isidilmiş 170 dərəcəlik sobada təxminən 30-40 dəqiqə müddətində üzəri tam bu şəkildə qızarana qədər bişiririk. Bu piroqda digər önəmli nüans isə ondan ibarətdir ki, xanımlar, sobadan çıxartdıqdan sonra kənarlarını açırıq və soyumağını gözləyirik otaq temperaturunda. Daha sonra isə soyuducuda gözlədirik ən azı 2 saat ki, o tam özünə gəlsin. Ondan sonra